21-25 may tarixi aralığında Polşada keçirilən Avropa çempionatında Azərbaycan Milli İdman Növləri Asosiasiyasının Hapkido idman növü üzrə yığma komandanın idmançıları 4 medal qazanıb. Sözügedən millimiz ötən gecə vətənə qayıdıb. İdmançıları hava limanında qurum rəsmiləri, media nümayəndələri, eyni zamanda idmançıların yaxınları qarşılayıblar. Ayın 21-25-i Polşada keçirilən Avropa çempionatında millimizlə çıxış elədik. 2 qızıl, 1 bürünc, 1 gümüş medalla kifayətləndik. Millimizin üzvlərindən Əbdülvahab Əliyev çempion oldu. Əldə Nazirincisi Nilüfər Əliyevə 2-yə çıxdı. Xədicə Vəlizadə çempion oldu. Ceyhun Əlizadə 3-ə çıxdı. 3 döyüşdən qələbə oldu. Birinci yerə layiq görüldü. Onun üçün xüsusi hazırlaşmışdıq. Neçə aylarda əziyyət çəkirik. Vəziyyətimizin bəhrəsi oldu. Polşada keçirilən yarışda 3 tur keçərək Avropa birincisi oldum. Bu hissiyatı hər bir idmançıya arzu edirəm. Çox sağ olun, gələn ayaqlarınız var olsun, hər birinizi öpürəm, bağrıma basıram. Polşada keçirilən Avropa çempionatında 2 döyüş keçərək çempion oldum və buna görə də baş məşqçimizə Seymur Əliyevə dərin təşəkkürümü bildirirəm. Avropada keçirilən Hapkido üzrə çempionatda 2-ci yerə layiq görüldüm. Yaratdıqları şəraitə görə, dəstəyə görə çox sağ olsunlar, var olsunlar.